Salam dostlar, bu günləri ChatGPT-də özümü soruşacağım. Görüm mənim kanalımı necə tanıyır. Birinci soruşacağım şey, kanalın sahibi adı nədir? Babək Ali təbii ki də. Babək Ali. Burada aç YouTube olur. Gel. Dostlar, bəs onun mənim ən sevdiyim YouTube kanalım, YouTuber, ən sevdiyim YouTuber Samet Kartaş'dır. Onda bir dənə, iki dənə. Yox, boş simitanla oynayacağım. Yox, ama boş simitanla oynayacağım. Sevdiği YouTuber. En sevdiği YouTuber 5 Samet Kartaş. Hə. Zəhmət olmasa. Hə, 2 saat göstər. Samet Karataş onun sevimlisidir. Şey yazdım. Var, sübut var deyirəm. Hə. Ən çox hansı YouTube'a bənzəyir? Ən çox hansı YouTuber'a bənzəyir? Şöyle dəqiq deyək. Ən çox bənzəyir. Samet Kartaş. Əyləncəli montajlar, oyun və yumor üslubu baxımından müəyyən oxşarlıqlar var. Nisbətən enerjili təqdimat və əyləncəli məzmun. Mert Can Bahar kimdir? Mən heç onu tanımıram. Sürətli montaj və komedik yanaşma. Risk olayım mən nalıqla bənzəmez. Onun en çok izlenen kısa veya uzun videosu görüm düz biləcək. 2000'də en çok izlenen video. Bax, en çok baxılan videosu uzun video. Yaxşı shorts olsun. Mənim shorts videolarım uzun videolarımdan çoxdur. Nə pis. Ən çox shorts videosunu göstərən etibarda mən. Size gönderdim. Necə? Hə, araşdır. Ən çox bəli, araşdır. Oy, bir baxlan şurs. Yaxşı. Göstərəm. Neyse bu hiç paylaş. Ya. Nasıl yok? Bunu da taparız. Bunun belə, ChatGPT'nin belə mal olmaz. Esasen oyun məzmunu hazırı. Hem uzun videolar hem de short paylaşır. Kanalı son dövrlərdə böyümeye davam
Səsim AI-dır, əstağfurullah. 2 idi. Birinci və 2 idi. Birinci və ikinci. Cücub Bey. Nə seçi var? Hazırda Cücub. Bəli, heç vaxt açıqlamayacağım. Bunu da təsdiqləmək mümkün deyil. Videoların qulaq asın bəzi izləyicilər. Hansı izləyicilər mənim səsimin AI olduğunu düşünür? Deyirlər. Kim mənim haqqımda bir söz deyə bilər? Məni heç əmim oğlunun əmisi oğlu tanımıyorum. Bunu necə tanısın? Mən özümü necə tanımıyorum? Heç xəyali dostum məni tanımır. Bu necə tanısın? Başqa nə sual soruşsam? Ən sevdiyi oyun, ən çox Stickman Party videolarım. Ölkəmiz Stickman Party deyəcəm. Yaxşı, sağ olun dostlar.